Hər birinizi salamlayıram. Bugün 4-cü vlog. Girişi çox uzatmaq istəmədim. Onda vlogumuza keçək. Bu arada uşaqlar, burada TikTok kanalımın adresi var. Onu da gelib takip etmeyi unutmayın. Səslərin hamısı var, oradakı quşdan çıxır. Bugün hara gedirik heç onu demədim. Bugün İdman kompleksində bir maraqlı bir əyləncəyə oxşar bir şey keçiriləcək. Ona gedirəm baxmağa. İnşallah yaxşı olar. Onda tez olacaq qabaqda gördüyümüz Daniyaların yanına ışınlanıb. Olmadı. Olimpiya İdman kompleksidir. Uşaqlar, indi içəri girik. Kameramı birdən əlimdən alarlar ona görə. Məcəl. İçəri indi isə daxil olur. Kompleksə keçirik. Otururuq. Allah qoysa birdən başlasa bu baxardıq. Uşaqlar, tutarmaq bilmir. Hələ də oradan gələnlər var. Yəni elə düşünün ki, bura axır nə qədər də olacaq. Bu nədir? Uşaqlar, rəqqaslar falan gəldi. Rəqs falan yiyəcəklər. Qızlara bax, qızlara bax, qızlara bax. Əlaqəsiz hərəkətlər eləyirlər. Və burada isə dayı demək istədiyim bir söz var, halal olsun. Və burada sizə ciddən bir söz demək istəyirəm. Burada ən çox bəyənilən attraksiyon bu dayının etdiyi oldu. Burada mən həqiqətən inanmışdım ki, dayı ağır bir şey qaldırır. Amma sonradan öyrəndim ki, kardondur. Top gətirir. Hə, bir söz 30 dəfə niyə deyirsən? Düşündüyüm eləyəcək. Mən də fikirləşdiyim eləyəcək. O insan onu eləyəcək. Beyblade olacaq. Mən deyirəm dayı, Beyblade olacaq. Amma dayı qazan qapağı olur. Burada da yıxılır amma bildirmir. Bəli uşaqlar, idman kompleksi səfərimiz də bu qədər idi. Əgər videomu bəyəndiysəniz bir dənə like qoymağı unutmayın. Hər birinizə təşəkkürlər, sağ olun.